Goranboy sakini bu il 11 hektar ərazidə pambıq əkmək fikrindədir. Rayonun Xanqəlvəd kənd sakini Mehman Əzizov bunun 6 hektarını öz hesabına əkib. GTS Agro şirkəti ilə imzalanan müqaviləyə əsasən qalan hissəsini isə sözü gedən şirkət ödəməlidir. Fermer müxtəlif sakinlərdən icarəyə götürdüyü sahədə şum, suvarma işlərini həyata keçirsə də bunun üçün ödəniş edə bilmir. Səbəbi isə müqavilə ilə hər hektar üçün ödənilməli olan 150 manatın gecikməsidir. 11 hektar yer əkirəm, pambıq əkirəm. 16 hektarını öz nətər elə cibin pulu ilə əkirəm. 5 hektar müqavilə bağlamışam. Müqavilə bağlamışam, yeri əkilib, əkinin pulu verilməlidir, suyun pulu verilməlidir, verilmir. İndi müqavilə bağlanacaq, pul veriləcək, yeri əkiləcək, hektar bəri başına 150 manat pul veriləcək. Onun 30 manatı, 150 manatın 30 manatı əkin puludur, 20 manatı su puludur, 100 manata icra. Kimləsə yer almırıq, o yer yəsinə icraya götürdüyümüz puldur. Məsələ ilə bağlı şirkətə müraciət etsə də yaxın günlərdə banka köçüləcəyi bildirilib. Mehman Əzizov il ərzində pambıq əkən fermerlər üçün hər hektara 600 manat ödəniş edildiyini və bunun məhsul vaxtı geri aldığını bildirib. İlkin mərhələ üçün 150 manat ödənilir ki, bunun 100 manatı icarə haqqı, qalan 50 manatı isə su və şum üçün xərclənir. Hazırda həmin vəsaitın ödənilməməsi fermerlərin işini çətinləşdirir. Cəbir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Goranboy.